Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 3 saylı məktəbin yaxınlığında, həndəvərində 75 min manata satışa çıxarıldı bu ev. 3 otaqlı evdir, fərdi yaşayışdır, yəni kupçanı öz adınıza alıb birbaşa qeydiyyata düşə biləcəyiniz bir evdir. Bax, belə bir səliqə səhmanlı evdir, görürsünüz, şəbəkə pəncərələrləndir. Evimizin üstü və hasar hamısı tarsovka emusiyadır. Bu darvazamızdır, mərkəzi kanalizasiyanın trapıdır. Bax belə, burada yolka ağaclarını görürsünüz hasarın qırağından. Qəşəng dekor da vurulub hasara. Bir dənə də belə burada palma ağacımız var. Hasarın qırağında da belə yolka ağacları. Bir də deyirəm, bu da bunun padvalıdır. Baxın, Turqavoy qoşadaşla tikilib 75 min manatadır. Bəli, qiymətini demişəm, 75 mindən də indirim olunacaq. Qiymətində mütləq indirim edəcək. Ev sahibi özü. Turqavoy qoşadaşla tikilib 60-ın 40-a fundamentidir, 20-nin 40-a da üstündən kəmər fırladılıb. Belə abisovkalı pləkanlarla qalxırıq, burada da kombinin yeridir. Qazın xəttinə qədər çəkilib burada hazırdır. 7 daş kürsülü evdir. 7 daş kürsülü. Bax, buradan gəldik. Baxın indi evin içərisinə. Baxın, bax belə bir koridordur, görürsünüz. Həqiqi çox qəşəng işıqlar, işıqlar olsun. Bax belə bir koridordur. Gördüyümüz bu koridor və hamam, tualet və mətbəx hamısı istif oldu. Hamısı istif oldu. Qalanlarında mı radiator var? Məsələn, bax bu qonaq otağıdır. Dəniz zalıdır, bax. Görürsünüz. Bu qonaq otağıdır. Görürsünüz, ayçıqan qəşəng yığılıb, ortada lüstrü var, qıraqlarında spotları var, kondisionerin yeri qoyulub. Bu da TVS üçün yığılmış dekordur. Böyük bir, bax belə həcmli bir dekor yığılıb. Belə, bu qonaq otağıdır. İndi mətbəxə baxaq hələ. Bax, bu da mətbəxidir. Qazın xəttinə qədər qoşulub, kanalizasiyası, tokları, aspiratorun yeri. Bax, buradan da pəncərəsindən birbaşa yenə də öz həyətimizi görə bilirik. Öz həyətimizə buradan baxa bilirik. Bir də təşəhirə mətbəx, koridor, hamam, tualet hamısı istif oldu. İstif olduğuna görə yerləri onların monolitdir. Qalanları amma radiatordur. Qalanları hamısı radiator. Bax belə. İndi yataq otaqlarına baxaq. Bu bir yataq otağı. Bax, bu bir yataq otağıdır. Bu da növbəti yataq otağı. İkinci yataq otağıdır. Bu biraz balacadır olursa nisbətən. Ümumilikdə 3 otaqlı evdir. 75 min manatadır. Fərdi yaşayış torpağın çıxarışıdır. Yəni, kupça alıb qeydiyyata düşə biləcəyiniz evdir. Bu da sanitar qopşağımız. Bax belə, bir də izah edirəm. Deməli, Saray qəsəbəsində 3 nömrəli məktəbin yaxınlığında 2 sotun içərisində 3 otaqlı evdir. Hamam, tualet, koridor, mətbəx istif oldu. Qalan otaqlar radiatordur. Turqavoy qoşadaşla tikilib 60-ın 40-a fundament, 20-nin 40-a üstündə kəməridir. Kanalizasiyası, mərkəzi kanalizasiyadır. Həyətə trapını da göstərdim. Sayğaclar da hamısı qaydasındadır. Çünki bu evlər fərdi yaşayış, yəni ev yaşamaq üçün nəzərdə tutulmuş evdir bu evlər. 75 min qiymətinə də narahat olmayın. Gəlin buraya ev sahibi ilə danışın. Qiymətində indirim eləsin, bu evi götürün. Sağ olun.